Rahat və təhlükəsiz gediş-gəlişin təmin edilməsi məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmirə ehtiyacı olan avtomobil yollarında kompleks tədbirlərin icrası davam etdirilir. Bu çərçivədə Xırdalan Masazır Novxanı avtomobil yolundan ayrılaraq Zəngilan qaçqın və məcburi köçkünlərin məskunlaşdığı şəhərciyə gedən avtomobil yolunda əsaslı təmir işlərinə start verilib. İki hərəkət zolaqlı avtomobil yolunun uzunluğu 2 km, eni isə 9 metrdir. Söz gedən yol uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən hərəkət hissəsində deformasiyalar yaranmış, qabarmalar və çalalar əmələ gəlmişdi. Bu isə avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə törədirdi. Aparılan əsaslı təmir işləri nəticəsində mövcud problemlər aradan qaldırılır. Təmir işləri zamanı yol boyu zəruri sahələrdə yararsız qrunt qazılaraq çıxarılır, əks dolu işləri aparılmaqla yeni yol əsası inşa edilir. Eyni zamanda yararsız asfaltbeton örtüyü frezlənərək kənara daşınır. Bundan başqa vətəndaşların rahat hərəkətinin təmin edilməsi məqsədilə yol boyunca mövcud piyada səkiləri də bərpa olunur. Aparılan əsaslı təmir işləri yekunlaşdıqdan sonra yolun istismara tam yararlı vəziyyətə gətirilməsi, nəqliyyat vasitələrinin və piyadaların rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi nəzərdə tutulur. Qeyd edək ki, söz gedən avtomobil yolu agentliyin balansında olmasa da vətəndaşların müraciətləri və mövcud vəziyyət nəzərə alınaraq yolun əsaslı təmiri həyata keçirilir. Yolunuz açıq olsun.